Bakıda, yəni Birbaşada da Oktoberfest'in qeyd olunduğunu bilirdiniz. Hər şey Birbaşanın mənə belə bir dəvətnamə göndərməsi ilə başladı. Bəli, belə kreativ məkanın dəvətnaməsi deyil, özləri kimi kreativ idi. Çox güman Birbaşanın yemək və qəlyanaltılarını sevməyən kimsə olmaz. Ona görə də yeməklər haqqında çox danışmayacağam. Buranın yeməkləri hamıya bəllidir. Əsas möhtəşəm əyləncə və şoularından danışmaq istəyirəm. DJ pultu arxasında DJ Pancho, aparıcı isə Rüfət idi və əla da aparırdı. Çox maraqlı, həm də hədiyyəli oyunlar var idi. Əlbəttə mən də iştirak etdim. İlk turda mən qalib gəlsəm də təəssüf ki, ikinci turda uduzdum. Cəza olaraq isə pivə içməli idim. Həqiqətən çox əla bir gecə oldu. Buranın apavası sadəcə möhtəşəmdir. Onu da qeyd edim ki, Oktoberfest ayın 5-nə qədər davam edəcək. Bir də Birbaşanın Ağşəhərdə yeni 3-cü filialı da açılır. Həmçinin bu ay Birbaşanın çox möhtəşəm yubileyi olacaq. Tədbirlər, müsabiqələr, aksiyalar və daha nələr. Ona görə də Birbaşanın səhifəsini izləməyə alın.